Saçların tökülür. Saçların tökülməyin səbəbini bilmirsən. Sayacağım səbəblər bunlardan biri ola bilər. Genetik faktorlar, hormon dəyişikliyi, qidalanmada olan vitamin çatışmazlığı və yaxud da temperatur, virus, göbələk, infeksion xəstəliklər və yaxud da bunların hamısı genetik heç bir problem yoxdur. Hormonal öz yerindədir, qidalanma yerindədir. Nə ola bilər? Ətraf mühitdəki havada çirklənmə, kəskin arıqlama, kəskin kökəlmə, ağır metallarla zəhərlənmə, qurğuşun, cibə, arsen, saç tökülməsinə gətirib səbəb ola bilər. Ultrabənövşəyi şüaların təsirinə məruz qalmaq, yuxusuzluq, depressiya, antidepressantlar, bunlar hamısı səbəb ola bilər ki, saç tökülsün. Və yaxud da saça vurulan boyalar, adicə testosteron yüksəkliyi saç tökülməsinə səbəb olur. Qadınlarda menopauza səbəb olur ki, saçlar daha tez lazım olandan tez tökülsün. Ümumiyyətlə, saç nədir? Saç keratindən ibarət lifari strukturdur. Saç tökülməsinin qarşı nə etmək lazımdır? Saç tökülməsinə qarşı, yenə dediyim kimi, genetik faktor